əvvəl olmuşdu. O zaman yer planetində nəhəng dinozavrlar yaşayırdı. Bu toqquşma onların həyatına son qoydu. Asteroid təxminən bugün Meksikanın yerləşdiyi əraziyə düşmüşdü. Güclü zərbədən sonra yaranan alov ətrafdakı hər şeyi yandıraraq məhv etmişdi. Közərmiş sudur və qayalar kosmosa atılmışdı. Təkrar yerə düşərək onlar yerin atmosferini qızdırırdılar. Alovlanan qırıntılar yerə düşərkən onun səthini təkrarən közərdirdilər. Yer üzündə hər şey alova bürünmüşdü. Cəmi bir saat ərzində bütün planet üzərindəki hərarət 260 dərəcə Selsidən yuxarı qalxmışdı. Bu, sanki bir sobanın içində olmaq kimi idi.